Salam hörmətli izləyicilərimiz. Bugün Biləcəri qəsəbəsində DSK yolunda baş yoldan hardasa 70-80 metr məsafədə qapısından marşrut keçən göstərirəm sizə. Bax, buradan asfalt qapısına qədərdir gördüyünüz kimi. Marşrut bu yoldan gəlir. Qapısından keçir. 41 nömrəli marşrut keçir qapısından. Şəxsi özünə tikilmiş. Yuxarıda 3 otaq, aşağıda 2 otaq, yəni ümumi 5 otaqdan ibarət olan qeyri-adi bir proyektlə tikilmiş evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Həyəti, baxış keçidir həyətə. Həyətdə gördüyünüz kimi gül çiçək ağacları var. Rahat həyətə bir maşın daxil olur və bu gördüyünüz kimi evin altında naves də var. Navesə də hardasa bir maşın rahat daxil olur. İlk növbədə isə navesin altında olan sanitar qovşağa baxış keçirilir. Buyurun, baxın. Sanitar qovşağı da tam təmirlidir. Kombi aparatı tezə alınıb. Yəni, cəmisi bir ayda işləyib. Bir nömrəli marşrut bir daha təkrarın barotan darvazanın düz ağzından keçir. Birinci mərtəbədə yerləşən böyük bir zala daxil oluruq. Yəni, navesin altında keçid var, keçiddən zala daxil olur. Buranı yeri gələndə bu hissədən bu hissəyə qədər aynəbənd eləmək olar, yəni şüşəbənd eləmək olar. Cam balkon kimi. Gördüyünüz kimi bu zal hardasa ölçüsü 9 metrənin 3 metr 50 santiyadır. Daxil oluruq birinci mərtəbədə yerləşən əlavə başqa bir otağa. Yəni, buranı mətbəx kimi də, yay mətbəx kimi də istifadə etmək olar. Pəncərəsi də öz həyətinə baxır. Buyurun, baxın. Əlavə olaraq nəvəsinin altında pəncərə var. Xətlər hamısı çəkilib. İsti, soyuq su və kanalizasiya xətli çəkilib. Qaz xətli də çəkilib. Yəni, buranı sırf mətbəx kimi də istifadə etmək olar. Birinci mərtəbəni sizə təqdim etdim və çıxırıq evin həyətinə. Buradan hardasa pilləkənlə qalxırıq ikinci mərtəbəyə. Kürsü hardasa 14 daşdan ibarətdir. Həyəti bir daha təkrar baxış keçiririk. Buyurun, baxın. Bu hissədə həyəti var. Bu hissədə balaca bir həyəti var. Evin əlavə olaraq kamerası da var. Bir kamera gördüyünüz kimi burada. O bir kamerası bu hissədədir. Daxil oluruq evin içərisinə. İkinci mərtəbənin içərisinə. Bura evin dəhliz hissəsidir. İkinci mərtəbənin dəhliz hissəsidir. Ev tam təmirlidir. 3 otaqdır yuxarıda, aşağıda 2 otaq. Ümumi 5 otaqdan ibarətdir. Bura dəhlizdir. Dəhlizdən daxil oluruq mətbəxə. Mətbəx də tam təmirlidir. Pəncərələr jalüzlandır. Gördüyünüz kimi ayrı-ayrı jalüzlər. Marşrutu gördük, qapısından keçir. Mətbəx mebeli yeni yığılıb. Yəni, bahalı mətbəx mebelidir. Təxminən 3500-ə qiyməti var. Yeni yığılıb, yəni demək olar ki, istifadə olunmuyub. Üzəri demək mərmərdəndir. Gördüyünüz kimi mətbəx mebeli satışdan sonra qalacaq. Çıxırıq dəhlizə. Daxil oluruq giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağına. Buyurun, baxın. Qonaq otağında da nə görürsünüzsə hamısı qalır, pərdələr də qalır. Bu şkaf, yəni sağ-sol tərəfi şkafdır. Ortası bu hissədən açılır. Olur 2 nəfərlik taxt. Yəni buna transformer deyirlər. Divan da qalır. Satışdan sonra gördüyünüz kimi bu əşyalar hamısı qalacaq. Evdə Wi-Fi, telefon fəaliyyət göstərir. Pəncərə öz həyətinə baxır. Buyurun, baxın. Kondisioner də satışdan sonra qalacaq. Çıxırıq yenidən dəhlizə, daxil oluruq
yataq otaqlarının birinə. Bu yataq otağı da tam təmirlidir. Gördüyünüz kimi kravat da və şkaf da qalacaq. Paltar şkafı, pəncərəsi çönə baxır. Qarşısını heç bir maneə kəsmir. Radiatorlar təzə quraşdırılıb. Qapılar da bahalı qapılardır. Çıxırıq dəhlizə və daxil oluruq. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Burada da gördüyünüz kimi əşyalar hamısı qalacaq. Pəncərənin qarşısını heç bir maneə kəsmir. Və sanitar qovşağa, ikinci mərtəbədə yerləşən sanitar qovşağa da baxış keçiririk. Tam təmirlidir sanitar qovşaqda. Bahalı aksesuarlarla yığılıb. Hörmətli izləyicilər, bir daha təkrar edirəm, ev yerləşir Biləcəri Binəqədi yolunun üstündə. 41 nömrəli marşrutun yolunun üstündə. Marşrut düz qapısından keçir. Ümumi sayı otaqların 5 otaqdır. Aşağıda 2 otaq sanitar qovşaq. Yuxarıda isə 3 otaq sanitar qovşaq mətbəx və kameralarla quraşdırılmışdır. Sağ-sol tərəfi qapısı da nəzarət altındadır. Həyətində ağacları, şəxsi özlə tikilmiş evdir. Bu evin ilkin qiyməti 118.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Evin qazı su işığı da daimidir. Çox sağ olun, təşəkkür edirəm sizə görə.